Salam, gəlin bir anlıq düşünək. Outlook'da hər gün kimisə və ya bir mail qrupunu axtarmağa nə qədər vaxt sərf edirsiniz? Bugün sizə axtarışlarınızı necə ildırım sürətinə çatdıra biləcəyinizi göstərəcəm. Gündəlik işinizi tamamilə dəyişəcək bir neçə sadə, amma çox güclü ipucuna hazır olun. Həqiqətən dürüst olaq. Böyük bir şirkətdə işləyirsinizsə, həmkarınızı, xüsusi bir mail qrupunu və ya boş bir iclas otağını tapmaq bəzən əsl baş ağrısı ola bilir, düzdür? Bax, bu kiçik axtarışlar yığılır və günün sonunda böyük bir vaxt itkisinə çevrilir. Bilirsiniz, bu problem təkcə sizdə deyil, demək olar ki, hamımızın üzləşdiyi bir şeydir. Amma yaxşı xəbər odur ki, həll yolu elə gözümüzün qabağındadır. Birbaşa Outlook'un özündə. Gəlin o itirilmiş dəqiqələri geri qaytaraq. Yaxşı, bəs bu möcüzəvi həll yolu nədir? Ünvan kitabı, yəni address book. Çoxumuz bəlkə də ona fikir vermirik, amma əslində onun içində böyük bir güc gizlənib. Gəlin o gücü birlikdə kəşf edək. İlk addımı atmağa hazırsınız? Deməli, başlayaq. Hər şey çox sadədir. Outlook'u açırsınız və sanki yeni bir məktub yazırmış kimi New Email düyməsinə klikləyirsiniz. Yeni məktub pəncərəsi açılan kimi yuxarıdakı menü lentinə bir nəzər salın. Bax orada. Address book düyməsini görəcəksiniz. Bir kliklə bütün dünya açılır qarşınızda. Gördünüz? Bu qədər asan. Bu güclü alət həmişə barmaqlarımızın ucunda olub. Okey, ünvan kitabını açdıq. İlk baxışdan bura sadəcə adların olduğu uzun bir siyahı kimi görünə bilər. Amma əsl sehir burada deyil. Əsl güc axtarışımızı lazer dəqiqliyinə gətirən xüsusi filtrlərdədir. Məhz bu filtrlər bizim dəqiqələrlə apardığımız axtarışları saniyələrə endirəcək. İndi isə diqqətiniz məndə olsun, çünki ən vacib hissəyə gəldik. Ekranda qırmızı çərçivəyə alınmış o balaca açılan menunu görürsünüz, hə? Bax, bütün fərqi yaradan məhz budur. Bu menyu bizə imkan verir ki, axtarışımızı sadəcə adla yox, konkret kateqoriyalar üzrə aparaq. Yaxşı, gəlin işimizi asanlaşdıran 3 əsas filtrə baxaq. Birincisi, All Users. Bu aydındır. Şirkətdəki hər kəsi tapmaq üçündür. İkincisi, All Distribution List. Məsələn, marketinq və ya İTər şöbəsinin mail qrupunu axtarırsınızsa, birbaşa bura daxil olursunuz. Və üçüncüsü, mənim favoritim, All Rooms. Bütün iclas otaqlarının siyahısı. Bu üçünü bilsəniz, demək olar ki, hər şeyi tapacaqsınız. Nəzəriyyə əladır. Amma gəlin görək, real həyatda bu necə işləyir? İndi bu öyrəndiyimiz bacarığı gündəlik işimizdə çox tez-tez qarşılaşdığımız bir məsələnin həlli üçün istifadə edəcəyik. İclas otağının cədvəlinə öz təqvimimizə əlavə etmək. Fikir verin, məqsədimiz nədir? Hər hansı bir otağın təqvimini özümüzünkünün yanında görmək istəyirik. Təsəvvür edin, iclas təyin etməzdən əvvəl bir baxışla otağın hansı saatlarda boş olduğunu görürsünüz. Bu, planlaşdırmanı inanılmaz dərəcədə asanlaşdırır. Yaxşı, gedək. İlk olaraq Outlook'da təqvim bölməsinə keçirik. Yuxarıdakı menyudan Open Calendar, yəni təqvimi aç düyməsini tapırıq və açılan siyahıdan From Address Book'u, yəni ünvan kitabından bəndini seçirik. Və budur. Bu pəncərə sizə tanış gəlir, elə deyilmi? Bəli, bu elə indicə öyrəndiyimiz ünvan kitabıdır. Bu da onu sübut edir ki, bu bacarığı bir dəfə öyrəndikdən sonra Outlook'un fərqli yerlərində tətbiq edə bilərsiniz. İndi nə edirik? Artıq əzbər bilirik. Açılan menyudan All Rooms'u seçirik. Bu seçimi etdiyiniz an şirkətdəki bütün iclas otaqlarının siyahısı qarşınızda peyda olur. Çox sadə. Sadəcə istədiyiniz otağın üzərinə klikləyib OK düyməsini sıxırsınız və vəssalam. Otağın bütün cədvəli anında sizin təqviminizə əlavə olundu. Necədir? Cəmi bir neçə kliklə gündəlik işimizi nə qədər səmərəli hala gətirə biləcəyimizi gördük. Gəlin indi öyrəndiklərimizin bizə qazandırdığı əsas üstünlükləri bir daha yada salaq. Deməli, biz nə qazandıq? Ən əsası, hədəfli axtarışla birbaşa vaxta qənaət etdik. Artıq uzun siyahıları vərəqləməyə ehtiyac yoxdur. Lazım olan insanı, qrupu və ya otağı saniyələr ərzində tapırıq. Bütün bunların nəticəsi nədir? Daha sürətli və stressiz iclas planlaması və ümumilikdə daha rahat bir iş günü və bütün bunlar sadəcə bir neçə doğru klikin nəticəsidir. Bəli, bu alətlər həqiqətən də işimizi asanlaşdırır, bizə böyük güc verir. Amma hər zaman xatırlamalıyıq ki, bu güclə birlikdə məsuliyyət də gəlir. İstifadə etdiyimiz bütün bu korporativ resurslarla bağlı IT təhlükəsizlik qaydalarına riayət etmək hər birimizin borcudur. Bu, təkcə bizim yox, bütün şirkətin rəqəmsal təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyır.
Bugün bizimle olduğunuz üçün təşəkkürlər.